Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Bu məsələ Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi bəyanatında öz əksini tapıb. Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə Total da daxil olmaqla bütün Fransa şirkətlərinin ölkədən çıxarılması ilə bağlı çağırış edilib. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsi həmçinin Azərbaycan hökumətindən Kanak, Maohinui və Korsikanın müstəqilliyinin tanınmasını istəyib. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin işçi qrupunun üzvü Cavanşir Feyziyev məsələyə münasibət bildirib. Azərbaycan hökumətinin əlində də kifayət qədər mexanizmlər var ki, Fransa hökumətinə, Fransa ilə Azərbaycan arasında olan iqtisadi münasibətlərə yenidən baxılsın və lazımi tədbirlər görülsün. Və bu münaqişənin və ya bu rəqabətin sonunda uduzan tərəf əlbəttə Fransa olacaq. Çünki Fransanın Azərbaycanda 400-dən artıq şirkəti fəaliyyət göstərir və bu şirkətlər arasında kifayət qədər böyük kapital qoyuluşu ilə seçilən bir neçə şirkətlər var, o cümlədən Total şirkəti də var. Yəni, Azərbaycan sanksiyalar məsələsinə gəldikdə Azərbaycanın Fransaya qarşı sanksiya tətbiq etmə imkanları daha çoxdur. Hökumətə verilmiş təkliflər arasında Fransanın hələ də müstəmləkəçilik əsarətində qalan ərazilərində gedən milli azadlıq hərəkatlarını tanımaq, onlara dəstək vermək və hətta Korsika və Korsika kimi digər müstəqillik istəyən ərazilərin müstəqilliyinin tanınması təklifi də yer alır.